Salam, bugün sizlərlə birlikdə biz tarixdən illərin hesablanma qaydasını birlikdə öyrənəcəyik. Gəlin vaxt itirmədən başlayaq dərsimizin izahına. İlk öncə biz rüblərin, daha sonra min illiklərin birinci yarısı, ikinci yarısı, onların neçə ilə aid olduğunu öyrənməliyik. Gəlin mən sizə onu yazım ki, siz biləsiniz. Baxın, bir rüb 0-dan 25-ə qədərdir. İndi bunları mən başa salacağım. Daha sonra ikinci rüb 25-dən 50-yə qədərdir. Üçüncü rüb 50-dən 75-ə qədərdir. Dördüncü rüb də 75-dən 100-ə qədərdir. Aha, bunu tapdıq. İndi isə gəlin birinci yarısı, ikinci yarısına baxaq. Birinci yarısı, baxın yazıram, birinci yarısı 0-dan 50-yə qədərdir. İkinci yarısı isə 50-dən 99-a qədərdir. Baxın beləsinə. İndi bunları öyrənək. Aha, beləsinə yazdıq. İndi gəlin biz illər üzərində bunları hesablama aparaq. Məsəl üçün mən yazıram 453. Yazdıq, düzdür? Buradan birinci rəqəmi götürürük. Bundan sonraki ədəd neçədir? 5-dir. Düzdür? Deməli bu 5-ci əsr adlanır. 5-ci əsrdir bu. Minilliklərlə olanda da, məsələn 2025 olanda buradan 2 rəqəm götürürük. Çünki bu minlə olan ədəddir. 20-dən sonraki ədəd neçədir? 21-dir. Olur 21-ci əsr. İndi bunların rübləri nədir? Onları da deyim. Baxın, məsəl üçün biz 453 götürmədik. Bir dəqiqə yenə yazım bura. Biz 453 götürdük, düzdür? 4'ü götürdük da buradan. Qalan nə qaldı? 53 qaldı, düzdür? 53. Biz demişdik ki, birinci rüb 0-dan 25-ə qədərdir. İkinci rüb 25-dən 50-yə qədərdir. Bu da 53'dür, düzdür? 53. Nəyin arasına yerləşir? 50 ilə 75'in. O da 3-cü rübə aiddir. Ona görə bu olacaq 3-cü rüb. 5-ci əsr, belə yazım. 5-ci əsr, 3-cü rüb. İndi birinci yarısı. Bunun indi birinci yarısına yoxsa ikinci yarısına aid olduğunu deyək. 53'dür, düzdür? Deməli, nəyin arasına yerləşir? 50 ilə 99'un. Deməli, bu ikinci yarısıdır. Baxın, beləsinə il hesabı eləyə bilərsiniz. İndi başqa bir il yazaq, onun üzərində hesablayaq. Məsələn, yazaq ki, nə yazaq? 1955. Yox, həmişə elə 50'lərdən yazırıq. 1908 yazırıq, məsəl üçün. Bunun indi gəlin hesablayaq hansı əsrə, hansı rübə və s. aiddir. Deməli, minillik olduğu üçün 2 rəqəm götürürük. 19'dan sonraki ədəd neçədir? 20'dir. Düzdür, 20 yazırıq, əsr yazırıq. 20-ci əsr aiddir. Yəni bu x əsr olur. Beləsinə yazmayaq, həmişə belə yazaq. Çünki belə lazım olacaq bizə. 20-ci əsr. Daha sonra bundan sonraki ədədlərə baxırıq. Burada 8. 8 nəyin arasında yerləşir? 0-dan 25'in. Deməli, birinci rübə aiddir. Baxın, burada. Birinci rübə aiddir. Yazırıq birinci rüb. Daha sonra neçənci yarısına aid olduğunu 8. 8 nəyin arasında yerləşir? 0-dan 50'in. Deməli, birinci yarısıdır. Birinci yarısı. İndi gəlin başqa bir misala baxaq. Məsələn, yazaq ki, elə gəlin 2025'i tapaq.
2025 asan olur. 2025. 1000 olduğu üçün buradan 20'ni götürürük. Neçənci əsr olur? 21 sonraki ədəd 21 olur. Ona görə 21-ci əsr. Bunu da Roma rəqəmlərindən yazsaq, beləsinə əsr alınacaq. Aha, belə. Daha sonra o birisi rəqəmlərə baxırıq. Görürük ki, 25-dir. Rübünü tapaq gəlin. 25 nədir? Birinci rübdür, düzdür? Birinci rübə aiddir bu. Bir dəqiqə. Aha. Birinci rübə aiddir. İndi deyəcəksiniz 0-dan 25-ə qədərdir. 25-dən 50-yə, 25-dən 50-nin arasında yerləşən 26-dan 49-a qədər olur. 0-dan aslında bu ikinci rüb sayılır. Bu birinci rüb aiddir. Əgər səhv deyirəmsə, zəhmət olmasa deyərsiniz. Yəni siz də hesablayarsınız. Bəlkə mən bir şey səhv elədim də bu rübdə. Çünki adama çaşdırıcı gəlir 0-dan 25-ə qədər, 25-dən 50-yə qədər. Yəni tapa bilmədim də çox. Ona görə sizə buraxıram. Rübü deyərsiniz mənə və yaxud özünüz bilirsinizsə, yəni özünüz bilirsinizsə heç nə. Yəni mənim səhvimə baxmayın da, bəlkə mən səhv yazmış ola bilərəm bu rübdə. O birisilər düz deyə, bu rübdə səhv yazmış ola bilərəm. İndi isə keçək. Birinci yarısı yoxsa ikinci yarısına aid olduğunu müəyyən eləyək. 25 nə ilə nəyin arasında yerləşir? 0-dan 50-nin. 0-dan 50-nin arasında yerləşəndə birinci yarısıdır. Ona görə yazırıq ki, birinci yarısı. Dəqiqə. Bəli, birinci yarısı. Bugünkü izah bu qədərdir. Əminəm ki, bəyəndiniz. Sağ olun, salamat qalın. Abunə olmağı unutmayın.